İkincisidən yenə hərbi salınırıq. İlk nəticəsini sizə xatırladaq. Dəniz 1, comeback 2. Həlicisi. Baxaq Həlicisidə qalib tərəf hansı komanda olacaq? İlkin Nəsirov. Geriyə Şakir Dadaşov. Mərkəzə yoxlayır şansını və Cəbrayıl Hüseyni dəf etdi. Out. Bəli, Rolukan tamamilə doğrudur. Maylov. Və Xəyal Kərimli az qalsın hesabı dəyişəcəkdi. Out. Qalkipirin müdaxiləsi vaxtında oldu. Yenə Maylov. Xəyal Kərimli və yenə qalkipir əla oynayır. İlkin Nəsirov təhlükəli zonadan topu çıxara bildi. Out. Comeback. Maylov elə bil 3 divanın arasından necə çıxdı? Yayımızda bəli, maraqlı çox rəylər də olur. Rəyləriniz bizlər üçün çox önəmlidir. Təqdim də eləyəcəyik. Onun üçün də bu oyun haqqında nə düşünürsünüz? Yaza bilərsiniz. Dali Nəsirov. Əhmədzadə. Out. Dəniz. Dali Nəsirov. Cəbrayıl Hüseyni top oyuna daxil etməlidir. Və növbəti 6 yerinə itirəcək Dəniz komandası. Dali Nəsirov. Cəbrayıl Hüseyni də qalır top. Hesab comeback 2, Dəniz 1. Xəyal Kərimli. Əhmədzadə, Rauf Kərimov. Əhmədzadə. Ötürmə sağ şahta Əlif Əzadə topladı. Seymaylov. Sürətə baxın, çatdırdı özün topa Maylov. Əlif Əzadə. Son toxunuş tabanla Rauf Kərimovdan ama top çərçivə trayektoriyasını dəyişmədi. Cəbrayıl Hüseyni top oyuna daxil etməlidir. İlkin Nəsirov. Qayda pozuntusu yoxdur. Maylov top elə keçirdi. Aşırtdı da topu ama çox üzərindən getdi. Qalkipirin hətta qapını. Dadaşov. Əhmədzadə. Out. Comeback. Azərbaycan növbətinə geri dönüşlərin komandası tərcüməsi var bu komandanın və turnirdə bir dəfə hətta çempionluq hissi də yaşayırlar. Xəzər Liqasının ilk sezonda o zamanlar Meydanda TV kanalının yayımıyla olmasa da rəsmi statistika əsasında comeback final mərhələsində qalib gələrək çempionluq yaşayıb. Bir qat çempion hesab olunur comeback komandası. Bir qat Mərdəkan, bir qat isə Porto Baku çempionluq zirvəsinə yüksəlib. Talib. Kərimov qaydanı pozdu və cərmə zərbəsi. Hesab neçədir? Dəniz 1, comeback 2. Sonuncu hissə oynanılır. Sonuncu maçın sonuncu hissəsi. Cəbrayıl Hüseyni dəf etdim.
Sumqayıtdakı final inşallah iyul ayında planlaşdırılır, danışıqlar da aparılıb və möhtəşəm turnirin möhtəşəm finalı iyul ayına təsadüf etməlidir. Əhmədzadə. Dəqiq olacaqmı? İnşallah. Allah deyən olsun. Son zərbə Şakir Dadaşovdan gəldi, geridə. Yox, Asfarda olmayacaq final. Bakı şəhərində keçiriləcək. Məşhur və böyük stadionların birində. Hələ nüfəz edəm. Rauf Kərimov. Və Hüseyin Maylov hat-trickini rəsmiləşdirdi. 3-1. Yenidən fərq 2 topdur. Hər 3 golun müəllifi Hüseyin Maylov oldu. Asfar təmirə gedəcək. Bəli, orada düzdür. Gözəl meydançadır. Həqiqətən də möhtəşəm yerdir. Amma əvvəlcədən vurulamışdıq ki, final mərhələsi Bakı şəhərində keçirilmə planları var. Ya bu final tenis, bəli, tenis akademiyası adını yadıma salmağa çalışırdım. Tenis akademiyasında olacaq ya da Asfar meydançalarının Koroğlu filallarından birində. Saat 9'daki oyun necə oldu? Bir dənə komandalarını yadımıza salın, çalışaq sizə hesabı deyək. Əhmədzadə. Cəbrayıl Hüseyni top oyuna daxil etməlidir. Gold Boys komandası uduzdu. Yanmıramsa 5-3. Fəqəm Gold Boys neçə uduzdu? 5-3 yoxsa? Top dəniz komandası 4-3. 4-3 uduzduq. 5-4, 4-3 də yazan var. 4-3 oldu səhv eləmirəmsə. Necə hakimdən də soruşdum. Rauf Kərimov topladı. Out Dəniz. Bəli, minimal hesab. Buyurun, xoşdur. Əhmədzadəm. Xəyal Kərimli. Yok da yok, tempo artırın da böyle yok. Zagulba komandası neçə oldu? Zagulba Roma ilə mübarizədə ilk isə 3-1 idi. İsən sonlarına yaxın isə hesab 3-3 başa çatdı. İkinci hissədə isə Zagulba daha 2 top aktivinə əlavə eləyərək yekunda 5-3 hesabı ilə qalib gəldi. Qısaca 3 xal Zagulbaya getdi. Bu maçda isə 3-1 olaraq hesab davam edir. Comeback hesabda 3-1 öndədir. Növbəti altı comeback. Buyurun İlkin bəy, xoşdur. Dostlar, canlı yayımızın hədəfi 1001 ədəd qızılgül, son 500 ədəd qızılgül qalıb. Və maçın sonuncu hissəsi oynanır, çatdırmayacaq, yoxsa heyf olacaq. Bəs ola bilsə sevinərik. Şakir Dadaşov. Talih Nəsirovun zərbəsi idi bu və top qapının üstündən keçdi. Çox sağ olun İlkin bəy, təşəkkür edirəm, ruzunuz bol olsun. Maylov. 4-cü qoldu mu bu və İlkin Nəsirov boş qapıdan topa çıxartdı. Hətta son olaraq Maylovun özünə dəydi top. Şakir Dadaşov. Ötürmədə mükəmməl. Muradov. Əlli oyun cərmə zərbəsi. Muskulun bu sezon bəxti bağlanıb, bəli. Turnirə ideala girmişdi Muskulos.
Hələ ki, deyəsən deyərdim ki, davam etir, hələ şansları var. Daha bir maraqlı rey. Maylov bugün sehirli. İçki içib, yorulmur, dayanmır. Uşaqlıq filmlərimizdən biri o Asterix Obelix'təki kimi eliksir içib sanki bugün Hüseyin Maylov. Tamamilə düzgün vurğuladınız. Top Talih Nəsirovda. Şakir Dadaşov. Əhmədzadədə qalır top. Hələ nəfəsədə. Maylov. Real Kərimlidə qalır top. Hüseyin Maylov. Maylov və sonunda müdaxilə var. Qalkiverdə qalır top. İndi Cəbrayıl Hüseyinli Şakir Dadaşova qarşı qaydanı pozdu. Bəli, hədəf bəyənimizə çatdıq sizlərin sayənizdə. 40 bəyəni istəmişdik, hətta 44 kanı da keçdik. Təşəkkürlər İlnur Xaçmaz Dəmirçi. Var olun qardaşım. Çox təhlükəli olmalı cərimə zərbəsi yerinə yetirəcək Dəniz. Az öncə isə Cəbrayıl Hüseyinli comeback-in qalkipiri sarı vergələ cəzalandırıldı. Əhmədzadə qapışı öndə və çatdıra bildi özünü topa qalkipir. Top Talih Nəsirovda. .6 K bəyəni təhsil ilə Kardinal İlqar bəydən gəlib. Bu saniyə baxdım. 5.6 K. Dadaşov cərimə zərbəsini yerinə yetirir. Gün zərbəsi. Dəniz. Yan xətdən comeback komandası top oyuna daxil etməlidir. Əzaq Abdullayev. Out Dəniz. Son 11 dəqiqə. Out comeback. Az önceki umutlu Roma 5-3 hesabı ilə Zagulibaya uduzdu. Rauf Kərimov. Maylov və qalkipir dəf etdi. Gün zərbəsi. Bu dəfə isə out comeback. Time out. Time out götürür comeback komandası. Sabah oyunda gol vursam hədəfi tamamlayacaq, amma penal sayılmır. Penal özü də təbii ki ustalıqdır. Niyə ki? Şurası ki, mən penaltilərin mahir ifaçısı
Penaltı. Oyundan bitirme var. 10 dakika. Ben buradayım. Kaydırıp oyna. Talih Nesirov topladım. Muradov. İçi Nesirov. Geride kalmış zərbə və ne oldu? Cəbrayıl Hüseyinli top oyun daxil için. Hadi. Hələ nəfəsə hava türməsi və qalkiperimi daxil etdim. Out. El telaş Ali. İnşallah İlqar bəy, çox sağ olun. Əlimdən gələni eləyəcəm. Seymaylov. Qayda pozulur ona qarşı və cərimə zərbəsi. Direğin dibine dağınıyor. Onsuzum. Çık oradan bir yaşından görüp yapma. Boş qapıdan Talih Nesirov çıxartdı və ikinciden zərbə. Çox sağ olun İlqar bəy, çox sağ olun. Şakir Dadaşov. Out comeback. Hesabı size hatırladım. Comeback 3, Deniz 1. Out Deniz. Görsen ulti oynamak var. Bir dakika. İlkin Nesirov. Dadaşov. Action şansı comeback komandasında Seymaylov topladı. Maylov ötürmez sol şanta Şamil Əliyev. Şamil ne diyecek? Şamil ve son anda qalkı bir müdaxilesi var. Epizoda tam bitmeyip. Rauf Kerimov. Out. Out comeback. Ənifəzadə fərqli şəkildə zərbə endirdi. Ənifəzadə və qalkiper yenə mövqeyində inamlıdır. Seymaylov. İkinci zərbəsi. Aleksandr Saşametyev yayınımıza xoş gəldin. Hesabı 3-1 comeback'in xeyrinə. Kaçvari zərbə hazırlaşırdı Rauf Kerimov. Alınmadı. Ötürmədə səhv Maylov. Bağışlamadı bu səhvi Seymaylov günün əsas qəhrəmanı 4 golla. Yadda qalıb bütün qollar ona məxsusdur. 4-1. Turun ulduz oyuncusu. En azından bugüne bunu demək olar. Danış hakim. Oyuncuyla hakim. Görmedi. O Talih. Rauf Kerimov. Şakir Dadaşov. Və az qala Şamil Əliyev fərqlənəcəkdir. Abdullayev uzaqlaşdırdı. Nadir var mı oyunda? Yox. Bugün səhv eləməmsəm zədəl olduğuna görə meydandan kənarda. İlkin Nesirov və Zəki Hüseynov arasında gərgin anlar yaşandı. Ayıcı! Ne lütfen? Saçma! Aga saçma işler gol olmaz. İki. Ayıcı o ne diyor? Ayıcı ne görmüyor? Çordu da görmüyor.
Ahmet sakin. Ben de kırmızı beşten Allah. Öyle şey var. Gör yapsın. Hayır çek öyle belanı sen. Sen çok iyi olsan. Önde goalkeeperdə. Böyle eyleme, daha cevapsız. Ya böyle eyleme, daha cevapsız. Selam bana selam ver. Kardeşim ben seni çoktan posta kabul ederim. Hadi sen gel orada. Hadi ben gören de. Saça. Hadi bir خیلی بود خیلی نمی نمی‌کنم Ver daha durmasın da ona. Niye vermiyorsun? Sakin. Yerine bak. Ben gösteriş vermem. Kime nereye ver? Görmüşsen axı. Ben de hapis ederim. Oyunu sıfır edene vermiyorum. Bir de ha yok da. Çık sana. Comeback 4, Dəniz 1 elə hesab belədir. Bir dənə şir atsaz ataram. Göstərərəm. Şir atın göstərim. Deyirlər göstərirəm şir atın göstərim. Adı neydi? Qapısının Rəşaddır, amma familiyası yazılmıyor. Əsas Rəşaddır. Brink bizə şir attı da, sağ olsun. Kənan heç, Kənan da yenə şir atıb. Smilikini. Zeça. Hadi. Maşım qalxan kimi şir atacaq. Çıxacaq indi. İnşallah əvəzi, inşallah Allah uzun pul eləsin. Kardeşim bir daha sakin oyunumuzu oynayalım ya. Sağla. Ben bilmem kime bekliyorum. Hakeme meydan sağ tersiyle. Meydan sağ tersiyle. Hesab elə ki 4-1-dir. Kim takdir elədi onu? Gəlsin düşmən onun mücadiləsini çox. Kime dedi? Sübut eləncək. Ama kulağım öyle beslendi. Benim qardaşım görünür tutarsa. Sən də görmüşsən, sən üstünə götürürsən. Ben üstüne bir ters koydum. Ben de gelmeyim. Ne hakkı götürmedin? Ben iki gol ne yaptırım veresin burada. Sağlar. Kazım var. Hadi bir bak. Hazır Allah'ım. Ben görmem. Qırmızı bir dənə Rəşadı gördüm, o biriləri görmədim. Desənlə verməyib. Qardaşın yanında gəlmişəm. Ben qaldım. Replay at bakalım. Aha. Artıq oyunu davam etdirmək olar. Son bir dəqiqə. Şakir də Daşır. Talih Nəsirov.
Onu başa kimi final fitini səsləndirir. Yekun nəticə comeback 4, Dəniz 1. Gərgin və maraqlı intriqalı keçən qarşılaşmada sonda 3 xalq comeback komandasına qaldı.